Bugün sizə baş gicəllənmənin növləri və onun müalicə üsulları haqqında danışacağım. Təəssüflər olsun ki, baş gicəllənmə problemi yaşayan pasiyentlərdə mən çox rast gəlmişəm ki, yanlış diaqnoz qoyulur, yanlış müalicə aparılır və pasiyent bu problemdən, bu narahatçılıqdan uzun müddət əziyyət çəkir. Yəni, baş gicəllənmənin ümumiyyətlə səbəbləri müxtəlif ola bilər. Bunun ən çox yayılmış forması vertigo problemi, yəni vestibulyar aparatın tarazlığının pozulmasıdır. Daha sonra baş beyində qan dövranına bağlı problemlər, sonra trombozla əlaqəli, insultla əlaqəli və daha sonra baş beyni qidalandıran damarlarda baş verən trombozla, daralmalarla əlaqəli problemlər, bu şikayətlər ortaya çıxa bilər. Ən çox yanlış diaqnoz vertigo problemində qoyulur təəssüf ki. Vertigo nədir? Vertigo vestibulyar aparatın, yəni ki, tarazlıq aparatımızın bir hissəsi olan vestibulyar aparatın funksiyasının pozulmasıdır. Bu, hansı ki, xəstələrdə qan dövranına və ya bir insulta və digər bir baş beyin zədələnməsinə bağlı olmur. Amma pasiyentlərdə əksərən yanlış diaqnoz qoyularaq, onlarda uzun müddətli dərman müalicəsi, xəstəyə tərpənməmək, ümumiyyətlə hərəkət etməmək və insultla və baş beyin qan dövranında yaranmış problemə bağlı şəkildə müalicə gedir. Və bu pasiyentlər demək olar ki, ya problemin bir qismi cüzi olaraq düzəlir və ya düzəlmir və uzun müddət bu problemdən əziyyət çəkir. Vertigo problemində vestibulyar aparatın pozulmasında daha çox xəstənin vəziyyətdən çıxardan və problemi aradan qaldıran vertigo manevrası olur. Hansı ki, burada heç bir dərman preparatına ehtiyac olmur. Sadəcə manevra vasitəsilə xəstəni 5-10 dəqiqə ərzində baş gicəllənməsinin itməsini əldə edirik. Ola bilər ki, bir neçə gün ərzində bu manevranı təkrar etmək lazım olsun və xəstə dərmansız demək olar ki, tam olaraq sağalır. Heç bir preparata ehtiyac olmur. Ona görə digər amma baş gicəllənmə problemlərində isə səbəbi ətraflı araşdırıb tapmaq lazımdır təbii ki. Dediyim kimi, hansısa beyin qan dövranının pozulması ilə, kəskin pozulmasında, xroniki pozulmalarında yenə də bu problem üzə çıxır. Amma ki, bu problemlər eyni dərəcədə olmurlar. Misal üçün, vertigo problemində daha çox xəstənin pozisiyaya bağlı olaraq baş gicəllənməsi olur. Xəstədə əksərən göz qaralma prosesi olmur. Yəni, xəstənin gözü qaralıb, huşun itməsi, yıxılması olmur. Amma qan dövranı pozğunluqlarında daha çox göz qaralma ilə yanaşı və pozisiyaya bağlı olmayan baş gicəllənmə tipində olur. Ona görə də baş gicəllənmənin diaqnozu onun müalicəsində ciddi rol oynayır. Və bu səthi olaraq baxılan baş gicəllənmə prosesi altında ciddi səbəblər yata bilər. Ona görə də belə bir problem olduqda mütləq həkimə müraciət etmək lazımdır. Onun ətraflı müayinəsi aparılmalıdır. Düzgün diaqnozu qoyulduqdan sonra hər bir halda müalicə etmək mümkündür. Amma düzgün diaqnoz burada da pasiyentlər üçün əsas rol oynayır.